Salam, bu mənəm. Mükəmməl zaman axtarıcısı. Çox vaxt bu mükəmməl zamanı tapa bilmirəm desəm, yəqin ki, sizə qəribə gəlməz. Son zamanlarda özüm də bunu anlayıb, eləmək istədiyim şeyləri sadəcə dururam və eləyirəm. Desəm də buna inanmayın. Buna çalışıram, yolda olmağa yəni. Amma ya da gəlin başdan başlayaq. Mən Nərmin. Özünü tapmağa çalışıb eyni zamanda öhdəliklərini və yaşamağı birlikdə aparmağa çalışan, həyatın fərqli tərəflərini kəşf etmək istəyən bir gəncəm. Çox gənclər eyni problemləri yaşayıram yəni. Bəzən itmiş, bəzən gecikmiş, bəzən çaşqın, bəzən də nə edəcəyimi və haradan başlayacağımı bilmirəm. Düşünürəm ki, biz gənclər üçün həyat bəzən çox kompleks görünə bilir. Çünki qarşımızda o qədər seçim var ki, kim olmaq istədiyimiz, nə ilə məşğul olmaq istədiyimiz və bunlar üçün nələr eləməli olduğumuz deyəndə yaşamağın özünü unuduruq. Yəni bir tərəfə fokuslanırıq. Uşaq vaxtı indiki yaşlarım haqqında biraz fərqli düşünürdüm. O hər şeyi ən yaxşı şəkildə edəcəyinə əmin uşaq indiki halım haqqında nə düşünərdi? İnanın ki, özüm də bilmirəm. Əslində indi də çox şeylər edirəm, amma bunların ən yaxşısı olduğu haqqında əmin deyiləm açıqcası. Balaca mən əlində bu qədər şans və imkanların olduğunu görsəydi, düşünürəm ki, onda yeni bir dünya yaratmaq potensialı və cəsarəti olardı yəqin. Potensial hələ də var, amma seçimlərin bəzən bu qədər çox olması bizə itmişlik hissi verə bilir. Bəzən elə düşünürük ki, şanslar qabağımıza çıxsa hər şey düzələcək, amma belə olmur. Bəzən bəzilərimizdəki əsas mövzu bunları istifadə edə bilməməkdir. Buna hazır hiss eləməməkdir və sanki həmişə daha yaxşı bir vaxt olacaqmış kimi hiss eləməkdir. Mən özümdə həmişə bir şeylərə başlamaq üçün nələrsə gözlədiyimi gördüm. Deyəsən içimdə özümü də tanımadığım mükəmməliyyətçi biri var. Və sonra gördüm ki, başlamaq üçün gözlədiyim şeylər də əlimə gələndə başlamıram. Onda anladım ki, problem sadəcə özümdədir. Şansların çoxluğu və ya onlarla qarşılaşmağım məni istədiyim insana aparmır. Mən dəyişməyə hazıramsa və buna cəsarətim varsa bu fürsətlərin bir mənası var. Ancaq həyat bizi durur gözləmir. Deyir ki, sən yaşamağa başla, yolda öyrənərsən. Biz isə tam ekipmanlı, tam planlı və tam mükəmməl vaxtda yola düşmək istəyirik deyə yaşamağa gecikirik deyirsən. Həyatda bəzən dəyişməli olduğumuz anlar gəlir. Tam bu anlarda nəsə eləməli olduğumuzu anlayırıq. İşlərin artıq belə davam etməsini istəmədiyimizi anlayırıq. Məncə tam da bu anlarda həyatlarımıza yön veririk. Mən də texnologiyanın həyatımı ələ aldığı, mənə düşünməyi və hiss eləməyi, baxmağı, bir şeylərə maraq duymağı unutturduğu bir həyat yaşamaq istəmədiyimi anladım. Və bu yaxınlarda baxdığım bir film də deyəsə mənə biraz təsir elədi. Sizlə də bölüşmək istəyirəm. Filmdə belə deyilirdi. Nə olursa olsun, özün olmaq üçün heç vaxt gec deyil. Bunun bir vaxtı yoxdur. İstədiyin zaman başlaya bilərsən, dəyişə bilərsən və ya olduğun kimi qala bilərsən. Bu işin bir qaydası yoxdur. Həyatımızı yaxşı və ya pis yaşaya bilərik. Ümid edirəm ki, sənin həyatın mükəmməl olar. Ümid edirəm ki, səni təəccübləndirəcək şeylər yaşayarsan. Ümid edirəm ki, heç vaxt hiss etmədiyin duyğular yaşayarsan. Ümid edirəm ki, həyata başqa bir pəncərədən baxan insanlarla tanış olarsan. Ümid edirəm ki, qürur duyduğun bir həyat yaşayarsın. Və əgər yaşamadığını düşünərsənsə, ümid edirəm ki, içində hər şeyə yenidən başlamaq gücünü taparsan. Yəni, əzizlərim, yaşamaq sadəcə mövzu olmaq deyil. Yaşamaq heç hiss etmədiyimiz duyğulara həyatımızda yer aça bilməkdir. Fərqlilikləri gündəlik, monoton həyatlarımızı daxil edə bilməkdir. Qabıqlarımızdan çıxıb baxmaqdır, görməkdir, yeni insanlar tanımaqdır və ya onları tanımağa şans verməkdir deyə bilərik. Ən əsası da həyatın heç vaxt iki uc nöqtədən ibarət olmadığını qəbul etməkdir. Yaxşı və ya pis, ağ və ya qara, heç ya da hər kimi. Və onu düşünürəm ki, qürur duyacağımız o həyat bizə qürur duya biləcəyimiz seçimlər eləmək üçün çoxlu yol ayrıcıları və bəzi yanlış qərarlardan dərs çıxartma şansları verəcək. Bəli, mən düşünürəm ki, bunlar tam da şans olacaq. Yəni, itmiş hiss eləmək,
nə edəcəyindən əmin olmayıb beyni qarışıq olmaq çox normaldır. Bu yolda heç vaxt tək deyilik. Necə ki, yaşadığımız problemlərdə tək olmadığımız kimi. Bir şəkildə yolda olmaq, fərqində olub hərəkətə keçmək, bizə yaxşı hiss etdirəcək şeylər üçün çalışmaq, deneyimləməyə hazır olmaq insana böyüdüyünü və uşaq vaxtki özünə verdiyi sözləri tutduğunu hissettirir. Gecikmişlik isə olmadıqca, yəni böyümək pis deyil. Mənim üçün əsas mövzu həyatımın sonlarına yaxınlaşanda təəssüf istəyənə həyatı dolu və yaxşı bir insan kimi yaşadığımı düşünmək istəməyimdir. Seçimlərimin doğrunu, mərhəməti və ən əsası da gözəl bir qəlb əks etdirməyini istəməyimdir. Nələrsə qaçırmış olmaq istəmərəm. Qorxularımın, tərəddüdlərimin qurbanı olub həyatı sadəcə qıraqdan izlədiyim bir ömrüm olmasın yəni. Ona görə də mən də ümid edirəm ki, qürur duyduğumuz bir həyat yaşarıq. Və əgər yaşamadığımızı düşünəriksə, ümid edirəm ki, içimizdə hər şeyə o yenidən başlamaq gücünü tapa bilərik.